Kamran acılı döner babat getdi ha. Zor getdi abi. Yandırdı. Yandırdı biraz ama biberdən daha çox yandıran şeylər baş verdi. Dostlar, hər birinizi salamlayıram. Hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Acılı dönərdən sonra acılı Atletico Madrid məğlubiyyətindən danışacağıq. Başladıq. Çempionlar Liqası, Barcelona və yenə də müzə tapdığımız priключение. Hər birinizi təbrik edirəm və hər birinizi belə hər birinizə daha doğrusu başsağlığı verirəm Barcelona azarkeş olduğunuz üçün. Bizim bu çəkdiyimiz dərd, bizim çəkdiyimiz bu əzab, istirab nədir mən hələ də anlaya bilmirəm. İndi əlbəttə ki, bunu zarafat olaraq deyirəm. Barcelona azarkeşi olduğuma görə qürur duyuram və nələr baş versə belə, nələr olsa belə, dünya dağılsa belə, Barcelona 10 il Çempionlar Liqasında oynamasa belə, yenə də bu klubun azarkeşi olacam. Əminəm ki, sizə də belədir. Amma niyə? 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 Yenə də niyə? Niyə biz Çempionlar Liqasında bu hala düşürük? Nəyə görə bu komanda Çempionlar Liqasının himnin eşidəndə özünü itirir? Nəyə görə öz istədiyini edə bilmir? Mən hələ də anlaya bilmirəm. Bu tilsimdir, bu bədduadır, hələ də anlaya bilmirəm. İndi Barcelona Atletico Madrid oyununun futbol hissəsini danışacağam. O öz yerində. Amma futboldan kənar şeyləri danışmaq istəyirəm az da olsa. Barcelona yenə də öz-özünün başına problem yaratdı. Ötən çıxışda mən bunu demişdim ki, Barcelona Interlə oyunda buraxdığı səhvləri buraxmasa və normal futbola köklənsə, öz oyunun oynasa, rəqib onun qarşısında aciz olacaq. Amma Barcelona bunu etmədi. Flick'i mən ona görə sevirdim ki, Flick gəldi ilk mövsümündə komandaya qalib ruhunu qaytardı. Öz sistemin yeritdi, öz futbolun yeritdi, öz taktikasını aşıladı oyunculara, o öz yerində. Amma Flick'in ən böyük üstünlüyü və ən böyük Barcelona'ya töhfəsi Barcelona oyuncularına qalib ruhunu qaytarmasıydı. Barcelona oyuncularına özgüvəni qaytarmasıydı. Amma bu mövsüm Flick onu edə bilmir. Flick bəzi böyük oyunlarda doğrudan da altın qoyur. İndi mən Flick'i pisləmək istəmirəm. Flick mənim üçün etalondur. Flick mənim üçün bir alfadır. Flick'i qovmaq barəsində şərhlər gəlir. Flick istefa, Flick'in vaxtı yetişib. Yox, Flick'in vaxtı yetişməyib. Hal-hazırki durumda Flick bunu eləyirsə, Flick'in əllərindən öpmək lazımdır. Flick'in yerinə başqası olsaydı, Barcelona bəlkə hal-hazırda Atletico Madrid ilə 4-1 final mərhələsində qarşılaşmırdı. Bəlkə elə biz liqa mərhələsində sürünmüşdük, qalmışdıq orada. Və yaxud play-offda uduzmuşduq kiməsə. Biz Flick'in elədiklərini arxa plana atmalı deyilik. Flick'in elədiklərini görməməzlikdən gəlməli deyilik. Flick çox böyük işlər görüb və görür də. Amma ötən mövsümki o qalib ruhu, ötən mövsümki o həll yolları tapılmır. Bu komandanın ən böyük problemlərindən biri heyətində yetərincə qədər təcrübəli oyuncuların olmamasıdır. Komanda uşaqlardan ibarətdir. Cavan 18, 17, 20 yaşlı uşaqlardan ibarətdir. Bu komandanın ulduzu, bu komandanın daşıyanı Lamine Yamal'dır. Təsəvvür edirsiniz nə deməkdir bu? İndi Pedri öz yerində, Gavisi öz yerində, nə bilim, Kubarsisi öz yerində, Rafinha'sı başqa aləmdir. Amma bu komandanın o ümid yeri Lamine Yamal'dır. Və bu adamın 18 yaşı var. Və belə oyuncuların yanına təcrübəli oyuncular lazımdır. Lewandowski kimi 38 yaşlı təcrübəli oyuncu yox. TikToker Lewandowski lazım deyil. Futbol oynayan Lewandowski lazım idi. Wolfsburg'a 9 dəqiqəyə 5 qol vuran oyuncu lazım idi. TikTok çəkən yox. Barcelona heyətində yaş məsələsi çox qəlizdir. Ya kimsə çox yaşlıdır, ya kimlərsə çox cavandır. Və bu komandaya böyük problem yaşadır.
Müdafiənin dayağı 18 yaşlı Kubarsidir. 19 yaşı olub təzəlikən. Və hücumun dayağı isə Lamine Yamaldır. Bu komandaya təcrübəli oyuncular lazım idi. Necə ki, ötən mövsüm Inigo Martinez var idi. Və Inigo Martinez az da olsa bu komandanı ayaqda saxlayırdı. Həm mental olaraq, həm də oyunu olaraq saxlayırdı ayaqda. Inigo Martinez dünya tarixinə gəlmiş ən güclü müdafiəçi deyil təbii ki. Amma hal-hazırki günümüzdə Barselonanın bu durumunda Inigo Martinez mənə Maldini səviyyəsində gəlirdi. Yəni bu durum üçün, Barselonanın bu vəziyyəti üçün Inigo Martinez Maldini səviyyəsində idi. Hal-hazırda o belə yoxdur komandada. Gerard Martin o təcrübəyə malik deyil. Gerard Martin 2 mövsümdür ki, ortalığa çıxıb və Gerard Martin Çempionlar Liqasının himni eşidəndə ayağı titrəyir. Rafinha yox idi, Frank de Jong yox idi. Okey də, okey. Yəni bu hal-hazırki Barselona üçün böyük bir problemdir. Amma mən istəyirəm ki, Barselona o qalib ruhun özünə qaytarsın. Mən istəyirəm ki, Barselona o bəzi liderləri olmadan da qalib gəlməyə bacarsın. Necə ki, bunu Real Madrid edə bilirdi. İndi mən yenə də Barça Real Madrid müqayisəsi eləyəcəm. Hamı mənə deyəcək ki, sən necə Barcelona azarkeşsən ki, öz komandanı Realdan aşağı görürsən. Mən Realdan aşağı görmürəm Barçanı və yaxud üstün görmürəm. Burada aşağılamaq məsələsi deyil. Burada realist olmaq lazımdır. Mən istəyirəm ki, Barcelona da Real Madrid kimi qalib ruhlu bir komanda olsun. Winner olsun, winner. Anlayırsınız nə demək istəyirəm? Hal-hazırda Barçada bu yoxdur. Barcelona ötən mövsüm cəmi bir böyük oyun keçirtdi. O da Interlə qarşı oyunuydu. Və Barcelona o oyunda qalib gəlməli idi. San Siro'da keçirilən, üzr istəyirəm, Giuseppe Meazza'da keçirilən oyunda Barcelona qalib gəlməli idi. Bu Barcelona'nı bu tilsimdən xilas etməli idi. Barcelona'nı özünə inandırmalı idi ki, sən top böyük bir klubsan, super top klubsan və sən qalib gəlməyi bacarırsan. İndi deyə bilərsiniz ki, ötən mövsüm Barcelona Bayern München üzərində də qələbə qazandı. Bu da böyük oyunuydu. Xeyr, Bayern München üzərində qazanılan qələbə gözəl idi, əla idi. Amma o böyük oyun deyildi. O liqa mərhələsi idi. O qədər də belə wow bir əhəmiyyət kəsb etmirdi. Barcelona'nın Çempionlar Liqasında ötən mövsüm ən böyük oyunu Interlə oyunuydu. Və Barcelona buradan da məğlub ayrıldı. Və illərlədir ki, Barcelona böyük oyunlarda qalib gələ bilmir. Barcelona'nın problemi budur. Barcelona'nın yaralı yeri budur. Elə bir ki, o tilsim var, onu eləsə, o qara palasadan çıxacaq bu komanda. Və Atletico Madrid ilə oyun o böyük oyunlardan biri idi. Barcelona Atletico Madrid qələbə qazanmağımız üçün nə çatışmadı? Daha doğrusu kim çatışmadı? Mən sizə deyim kim çatışmadı? O şəxs ki, birinci hissənin sonlarında bizə cərimə zərbəsindən qol vurdu. Bax, o şəxs bizə çatışmadı. O şəxs bizdə olsaydı, hal-hazırda Barcelona tam başqa futbolu görsədərdi və Lamine Yamal meydanda tək sürünməzdi. Fərid Ramazanova buradan salamlarımızı çatdırırıq. Fərid Ramazanov özü bildiyiniz kimi Barcelona azarkeşidir və Atletico Madridlə oyunu şərh edirdi. Və buradan onun şərhinə görə təşəkkür edirəm. O özü də bildirdi ki, Lamine Yamal meydanda tək qalıb. Lamine Yamal meydanda bilmir neynəsin. Bilmir kimə baxsın. Gözləri bir nəfəri axtarırdı. Əlbəttə ki, o Rafinha idi. Amma o da yox idi. Lamine Yamalın 18 yaşının olmasına baxmayaraq o öhdəliyi öz üzərinə götürə bilir. Amma o insan da robot deyil. O insan da dəmirdən deyil. Bəzi şeyləri alındıra bilmir. Ona kömək lazımdır. Amma yoxdur kömək. Yoxdur. Əslində Barcelona oyuna yaxşı başlamışdı və Barcelona ilk 15 dəqiqədə Atletico Madridi topsuz qoymuşdu və Atletico Madrid əks hücumlarla müdafiənin arxasına atılan ötürmələrlə Barcelonanın cərimə meydançasına daxil olurdu və nəsə yaratmağa cəhd edirdi. Amma belə qlobal və wow bir şey yox idi hələ ki. Ta ki Pau Kubarsi qırmızı vərəq alına kimi. Məsələnin ironik tərəfi ondadır ki, Atletico Madrid bir güllə ilə 2 quş vurdu. Həm Barça oyunçusuna qırmızı vərəq aldırdı, həm də ki
cərimə zərbəsindən qol vurdu. Alvarez möhtəşəm oyunçudur. Alvarez möhtəşəm oyunçudur və Alvarezi Barsada görmək istəməyənlər zəhmət olmasa getsin, Uqanda çempionatına baxsın və Uqanda çempionatından bir dənə hücumçu tapsın Barselonaya. Siz əgər Alvarezi yox deyirsinizsə, siz futbola baxmayın. Siz lütfən tenisə də baxmayın, topla nə əlaqə varsa ona baxmayın. Alvarez hal-hazırda Barselonaya uyğun ən ideal namizəddir, ən ideal. Bəli, burada finansal olaraq o bizə uyğun olmaya bilər. Bunu anlayıram. Çünki Atletico Madrid onun üçün astronomik bir məbləğ tələb eləyəcək. Görək Laporta əmimiz yenə də basacaq, yoxsa doğrudan da bu yay iş görəcək. Laporta haqqında birazdan danışacağam. Bayaq biz dedik ki, Barcelona öz-özünün başına priключение axtarır. Daha doğrusu başına yox, çünki bu belə olub həmişə və qırmızı vərəq alır. Flick, hayda, başına dönüm. Mən bilmirəm də bu adam Alman olduğuna görə belə eləyir. Yoxsa bunun nəsə şəxsi qərəzliyi var öz-özü ilə. Kimdənsə mərcə girib, kimsə buna söyüş qoyub. Mən anlaya bilmirəm. Qardaş, bu hündür müdafiə xəttindən biraz əl çək də, əl çək. Yəni Vincent Kompany da Bayern München heyətində, yəni hündür müdafiə xətti ilə oynayır. Eynən Barsa kimi oynayır, amma da Barsa qədər gəlib mərkəzə çıxmırlar adamlar. Ya bunun həddi var da, bunun bir qədəri var da. Sən layalab gəlmisən, çıxartmısan mərkəzə oyunçuları. Belə olmaz da. Bu belə olmaz. Alınmır da bu. Bu Inigo ilə alınırdı. Bu, nə bilim, Kubarsi Inigo tandemi ilə alınırdı. Belə deyim, okey. Kunde'nin prime vaxtı ilə alınırdı. Balde'nin prime vaxtı ilə alınırdı. Bunun indi hər oyunda, hər rəqibə qarşı yerinə yetirmək lazım deyil. Bəzən rəqibə qarşı oynayanda rəqibin oyun stilinə uyğunlaşmaq lazımdır. Hardasa nələrsə dəyişmək lazımdır məncə. Flick deyir, yox, mənim bir yolum var, mənim bir strategiyam var. Xetafe ilə də belə oynayacağam, Atletico ilə də belə oynayacağam, Real Madrid ilə də belə oynayacağam. Bu alınmır müasir futbolda. Gərək rəqibləri analiz edib onların futboluna uyğun öz futbolu yeridəsən. Barcelona da bu hal-hazırda alınmaz və heyətimiz buna imkan vermir. De Pedri birinci sənə sonlarında zədələndi, yəni ağrılar istətdi, əvəz etdilər. Mən elə bildim ki, Pedrinin sarı vərəqəyə görə çıxartma oyundan. Amma demək zədəsi var imiş və risk etmədi. Və Pedri oyundan çıxandan sonra avtomatik olaraq Barsa beyinsiz qaldı. Barsanın bir nömrəli kreativ şiki, Barsanın bir nömrəli gəzən beyni çıxdı oyundan və artıq Lamine Yamal tək qalmalıydı. Gavi gözəl oyuncudur, Gavi döyüşkən oyuncudur, Gavi möhtəşəm oyuncudur, amma Gavi Pedri deyil. Olmo Pedri deyil. Fermin, Rashford, Rafinha deyil ki, winger oynasın. Rashford çox gözəl oynadı. Onun bacardığı budur. O Barsada bunu bacara bilər. Rashfordun da üstünə çox getmək olmaz. Rashford İngilisdir də bu adam. Tipik İngilis futbolu, düz futbol, vertikal futbol, at qabağıva qaç, sürətli futbol. Barsada bu bəzən işə yaramır. Barsaya kreativli oyuncu lazımdır, kreativ şik lazımdır. Futbol biliyi, futbol IQ-su Barcelona'nın DNK-sına uyğun oyuncu lazımdır. Rashford buna uyğun deyil. Mən demirəm ki, Rashford pisdir. Rashford bu mövsüm komandaya bəzi oyunlarda çox gözəl nəticələr verib. Amma ya o deyil də, ona güvənə bilmərik ki, biz bu adam oyunu çıxaracaq. Bu oyunu tək başına həll edəcək. Hal-hazırda Barcelona heyətində cəmi 2 nəfər oyuncu var ki, biz bu sözləri ona deyə bilərik. Bu Rafinhadır və Yamaldır, başqa heç kim. Lewandowski yoxdur həyatdan. Lewandowskini sevənlər, Lewandowski ilə belə sosial sevişmə yaşayanlar, siz mənə çatmırsınız da. Şərhlərdə mənə yazırlar ki, sən buna qoca kaftar deyirsən, Lewandowskinin 700 qolu var. Ay insan, Lewandowski 700 qolu 38 yaşında vurub, karyerası ərzində vurub da 700 qolu. Bu demək deyil ki, Lewandowski pisdir. Ay insan, Lewandowski pis deyil, amma hal-hazırda pisdir və Barcelona kimi komandanın hücumunda Lewandowski olmamalıdır. Bunu anlaya bilmirsiniz siz. Hələ Laporta utanmır, deyir ki, bəlkə Lewandowski ilə müqavilə uzadıldı, amma 70 və yaxud 80% maaşı azaldılmasıyla. Bu normaldır sizcə? Sən burada pulu fikirləşirsən, amma komandanı fikirləşmirsən. Barcelona hücumçu lazımdır, 100%. Sən onu neçəyə alacaqsan, neçəyə almayacaqsan maraqlı deyil. Bu komandaya top səviyyəli bir hücumçu lazımdır və top səviyyəli bir mərkəz müdafiəçisi lazımdır. 100%. 100%. Bunun variantı yoxdur. Yəni, əgər bunu Barcelona bu yay etməsə,
növbəti mövsüm eynən bu mövsümdə olduqlarımızı görəcəyik. Eynən bu mövsümün təkrarı olacaq. Bu qədər sadə. Yenə də təkrar edirəm, qırmızı vərəqə oyunun taleyini həll etdi. Qırmızı vərəqə Barselonanın bütün planlarının üstündən xətt çəkdi. Və orada Kubarsini də qınamıram. Kubarsili bir şey yox idi. Bəli, Kubarsi bəlkə biraz düşünə bilərdi yoxsa yox, məncə yox, düşünə bilməzdi. Orada onun vaxtı yox idi düşünməyə. O sadəcə olaraq toxundu. Heç bilərəkdən toxunmadı. Fiziki olaraq məsafə o qədər yaxın idi ki, Simeone ilə. Ona görə o çatdırmadı. Onu qınamaq olmaz. Amma yəni o epizod ümumiyyətlə yaranmamalı idi. O ötürmə keçməməli idi. O ötürməni görməməli idi Atletico oyunçusu. Problem bundadır. Amma Kubarsini qınaya bilmərik, toxundu, oyunçunu yıxdı və qırmızı vərəq aldı. Haqlı qırmızı vərəqədir mənə görə. Potensial qolun qarşısını alır. Bunun mübahisəsi bağlıdır. Thierry Henry də bu haqda danışmışdı ki, yox, orada güya ki Simeone topu saxlaya bilməyəcəkdi, top göylə gəlirdi. Bu artıq fərziyyədir, bu artıq bir təxmindir. Bunu heç kim deyə bilməz. Fakt odur ki, top gəlirdi. Top Simeone'nin qabağındaydı və Kubarsi onu yıxdı. Yıxmasaydı qapısı ilə təkbətək qala bilərdi. Bu da potensial qol deməkdir. Və qırmızı vərəqə haqlı qırmızı vərəqədir. Gəldik əsas məsələyə. Atletico Madridin qapıçısı və müdafiəçisi, yəni Pubil ilə Musso qərara gəldilər ki, futbolla voleybolu birləşdirək. Və maraqlı bir şey eləyək. Voleybol yox, futbol eləyək. Bunu və əllə oynayaq. Pubil oyunu başlamaq üçün topu Mussoya atır. Musso təzədən oyunu başlayır və bu adam əlinə götürür topu, təzədən qapıçıya verir. Barselona oyunçuları əlin qaldırır ki, nə baş verir burada? Yəni ürəyim istəyir oyuna 2 dəfə mən belə başlayıram, yaxşı. Başladım, yox, əlimə götürüm, təzədən başla. Deməli buna icazə var, hə? Bu təzə qanundur belə. Bunun zibilinə bu mövsüm Bayernə düşdü. Raya ilə Saliba bu haqqını vermişdi liqa mərhələsində. Sonra ötən mövsüm Aston Villa ilə Brügge oynayırdı. Aston Villa müdafiəçi topu elə əlinə götürdü. O Promo Yavnı əlinə götürdü, qaldırdı göyə. Hakim penalti təyin etdi. Amma bu epizodda, həm Bayern epizodunda, həm də ki Barselonanın epizodunda hakim vara belə baxmadı. Hakimə xəbər belə gəlmədi. Mən fikir vermişəm. Yəni son illərdə baxıram futbola. Çempionlar Liqasında ümumiyyətlə ən çox haqsızlığa məruz qalan iki komanda varsa, bu Bayernlə Barselonadır. Ən çox haqsızlığa qalan bu iki komanda olur. Bilmirəm niyə. İndi mən dərinliklərə getmək istəməyəcəm, amma yəni bu komandalara qarşı həmişə nəsə haqsızlıqlar olur belə. Daha çox olur. İstənilən komandaya qarşı olur, amma bu iki komandaya qarşı aşırı haqsızlıqlar olur. Mən anlaya bilmirəm. İndi Bayern Münxen azarkeşləri məndən daha yaxşı bilirlər. Onlar bəlkə mən yadıma sala bilmədiyim şeyləri yada salacaqlar bu videoya baxıb. Yəni bu UEFA-nın Barsa ilə, Bayernlə bu şəxsi qərəzliyi nədir mən hələ də anlaya bilmirəm. Yeri gəlmişkən Rumıniyalı hakim Kovac UEFA tərəfindən cəzalandırıldı və UEFA Çempionlar Liqasının növbəti qarşılaşmalarında artıq təyinat almayacaq. Əla. Super. Əla, sevinirik Barsa azarkeşləri olaraq. Bu Barselonaya nə verəcək? Heç nə. Təsəvvür gəlirsən, komandanın əziyyətinin içinə qoyursan, içinə zibil yığırsan, sonra deyirlər ki, hə, bağışlayın. Oldu keçdi. Hə, cəzalandırılacaq. Bu nə vaxta kimi bu cəzalandırma olacaq? Hər oyundan sonra cəzalandırılma olur. O cəzanın məğlub olan komandaya və yaxud o hakimin səhv qərarlarından təsir alan komandaya hansı müsbət tərəfi var? Nəyimə lazımdır mənim o? Ümumiyyətlə Barselona 10 nəfərlə qalmasına baxmayaraq ikinci hissədə Atletico Madridi topla döyürdü və Atletico Madrid bunu istəyirdi. Və Barselona Atletico Madridin tələsinə düşdü yenə də. Daha doğrusu Flick Atletico'nun tələsinə düşdü. Atletico istəyirdi ki, Barselona bizi sıxsın. Bir dənə moment tutaq, ikincisini vuraq. Onu da elədilər. Hay qardaş. Atletico bunu istəyir də. Bəzən ver də topu Atletico'ya. Onu sıxmağın elə mənası yoxdur. Atletico burada ondan kayf alır ki, gəl məni sıx. Gəl məni sıx, qardaş, ləzzət edir mənə. Sıx məni, brat. Mən əks sözümdən sənə qol vuracam. Yəni Flick biraz başqa cür oynamalı idi bu oyunu. Flick bəzən çox belə radikal prinsiplərinə bağlı olur. Bu məni əsəbləşdirir.
Atletico Madridə qarşı oyunlarda topu vermək lazımdır Atleticoya. Qoy oynasınlar. Görüm nə edəcək bunlar. Bunlar topla oynaya bilmirlər. Onlar hardasa səhv buraxacaqlar. İmkan vermək lazımdır ki, Atletico pozisyonla atak eləsin. Onu alındıra bilməyəcək bu. Amma sən özün pozisiyalı atak eləyirsən, ortada heç sən yoxdur. Gəlirsən, girirsən cərimə meydançasına, orada səni sıxışdırıb çıxarırlar. Çünki 80 nəfər var içəridə. Alvarez gəlib Pubilin yerində oynayır. Griezmann gəlib, nə bilim, sol cinah müdafiəçisi oynayır. Yəni budur da bu komanda. Yəni sən bunu neyniyəsən? Yəni başqa cür yol tapmaq lazımdır buna. Ya buna uzaqdan zərbə vurasan, Valverde kimi top qapını cırıb gedə, ya da ki, nə bilim, yəni sənin canavar bir hücumçun olmalı ki, tək başına oyunu həll eləsin. Atletico'ya qarşı tam başqa futbol oynamaq lazımdır. Çünki bunlar futbolu öldürürlər. Xetafe'nin bir üst versiyası kimi oynayırlar və sən bunlara qarşı gərək başqa bir yol tapasan ki, nəsə edəsən. Cavab qarşılaşması 14 aprel tarixində olacaq və mən komandaya güvənirəm. Çətin olacaq, bəli, şansımız çox görsənmir. Razıyam. Çünki biz bilirik ki, Barcelona Atletico Madridə 2, 3, 4 top belə vura biləcək bir komandadır. Amma qapısında top görməməyin heç kim garanti etmir. Özümüz bilirik ki, müdafiəmiz nə vəziyyətdədir. Vura bilərik, amma top buraxacağıq yoxsa buraxmayacağıq, o artıq başqa məsələ. Və burada Filikdən çox şey asılıdır. Və nəzərə almaq lazımdır ki, Kubarsi də bu oyunu buraxacaq. Və Atletico Madridin də əsas müdafiəçiləri olmayacaq. Pubilin özü olmamalıdır, sonra başqa bir müdafiəçisi var, adı yadımdan çıxdı, o da olmamalıdır. Amma bu Barcelona'dır. Barcelona o winner xarakteri bu oyunda göstərməlidir. Çünki variant yoxdur. Variant yoxdur. Çoxdandır belə qələbələrimiz yoxdur. Bəli, La Ligada comeback eləmişik Atletico'ya qarşı. Nə bilim, Kubokda olub o, nə olub? Maraqlı deyil. Çempionlar Liqasında bunu eləmək lazımdır. Çempionlar Liqası başqa auradır. Çempionlar Liqası başqa bir yerdir. Burada bunu eləmək lazımdır. Bu tilsimi qırmaq lazımdır. Çətin olacaq. Alınmaya bilər. Alınmasa belə canları sağ olsun. Biz bu komandanın özünə görə sevmişik. Bu komandanın heç vaxt Kuboka görə sevmədik. Amma Atletico Madriddən mərhələni aşmamaq, yəni Atletico Madriddən uduzub Çempionlar Liqasını tərk etmək mənə təhqirdir də, yəni. Yəni şəxsən deyəcəm, mənə təhqirdir. Artıq 3-cü dəfə baş verə bilər bu və Barcelona'ya yaraşdırmıram bunu. Mən razıyam, Bayern Münxen gəlsin, Barcelona'ya 8 dənə qol vursun. Deyərəm, halal olsun, layiq idiniz, təbrik edirəm sizi. Gəlsin Real Madrid 5 dənə qol vursun Barcelona'ya, Çempionlar Liqasını uzaqlaşdırsın. Mən deyərəm, halal olsun, təbrik edirəm, haqqınız idi. Amma Atletico Madridə uduzmaq, qardaş, mənə təsir edir də, brat. Yəni bu komandaya uduzmaq elə bir şey, yəni Xetafe'yə uduzmaq kimi bir şeydir mənim üçün. Yəni bu komandaya uduzmaq mənə təsir edir. Uduzmamalıdır Barsa bu komandaya. Vallahi uduzmamalıdır Atletico Madridə. Nə bilim, daha sözüm yoxdur. Görək nələr baş verir, görək nə olacaq. İnanırıq komandaya güvənirik və biz özümüz də fan klub olaraq toplaşırıq və artıq V10 Pablo olmayacağıq. Artıq Bir and Grill Pablo olacağıq. Bir and Grilldə olanlar bilir ki, ora necə yerdir və hər birinizin yolunu gözləyirəm. Artıq rezervasiyamız başlayacaq yaxın günlərdə və möhtəşəm bir atmosfer yaradacağıq. Möhtəşəm hədiyyələrimiz olacaq oyundan sonra. Amma belə düzün deyim, heç bir hədiyyə bizim üçün önəmli deyil. Bizə önəmli olan komandamızın qalib gəlməsidir. Komandamız qalib gələcəyi halda, komandamız mərhələni aşacağı halda bu bizim üçün çox böyük hədiyyə olar. Oradakı olan forma, nə bilim, hoodie, zat artıq hamısı avtomatik olaraq ikinci plana keçəcək. Amma komandamız qalib gəlsə və hədiyyələr də qazansaq, vapşep siz nə olar? Jackpot olar. Ona görə hər birinizin yolunu gözləyirəm. Möhtəşəm atmosfer yaratmalıyıq. O qalib ruhunu elə oradan başlatmalıyıq. Orada göstərməliyik ki, komandamız qalib gələcək, inanırıq, güvənirik. Amma alınmasa belə nə etməliyik? Səbirli olmalıyıq və deməliyik ki, belə. Oldu keçdi. Videonu çox uzatmaq istəmirəm. Real Madrid Bayern oyunu haqqında danışmaq istəyirəm. Məncə keçirilən 4 oyun arasında ən maraqlı oyun elə bu oyunuydu. 90 dəqiqə necə gəldi, necə keçdi mən hiss eləmədim. Mənə elə gəldi ki, oyun 30 dəqiqə keçdi. Bilmirəm, sizdə də bu hisslər yarandı yoxsa yox.
möhtəşəm oyun idi. Bax, əsl afişaya layiq oyun idi. Əla. Hər iki komandaya təşəkkür edirəm bu gözəl oyununa görə. Və əvvəlcədən biz bilirdik ki, Real Madrid topu verəcək Bayernə və əks hücumlar oynayacaq. Bu Real Madridin illərlə qurduğu bir taktikadır, sistemdir və bu həmişə işləyir. Amma Real Madrid biraz zibilini çıxartdı. Arbeloa biraz çıxartdı. Arbeloa artıq Atletico Madrid futboluna keçmək istəyirdi bir anlıq. Sonra gördü ki, yox, bu o deyil. Artıq Real Madrid də sancmağa başladı. Real Madrid də hücum eləməyə başladı. Və elə bir momentlər olurdu ki, oyunda 10 dəqiqə, 15 dəqiqə Bayern çox pis sıxırdı Realı. Amma moment keçirdi. Real Madrid başlayırdı normal futbol oynamağa və elə bir ki, heç nə olmayıb. Yəni Real Madrid özün bərpa eləyə bilirdi. Real Madrid batırırdı, amma binəmrədaq özünə gələ bilirdi. Və Bayern München və Bayern azarkeşlərinə səslənirəm. Allah sizə səbir versin. Allah sizə nə bilim, daha bilmirəm, Carvalho'la yatdınız gecə, nə ilə yatdınız, amma o qədər epizodu qola çevirməmək sadəcə olaraq, yəni gülüncdür də. Yəni mən bilmirəm, onun əzabın Bayern München Allianz Arenada çəkəcək yoxsa yox. Amma o məsəl var ya, vurmayana vurarlar məsəli. O işləsə Real Madrid böyük ehtimalla Bayern Müncheni keçəcək. Yəni doğrudan da Bayern München həddindən çox epizodlar qaçırtdı. Həddindən çox. Burada məsələ qapıya zərbələrdən getmir. Qapıya zərbələrə baxsaq Real Madridin zərbələri daha çox idi, nəinki Bayern Münchenin. Amma Neuer möhtəşəm oynadı. Neuer prime oyununu keçirtdi və göstərdi ki, futbol tarixinə gəlmiş ən güclü qapıcıdır. Bunun variantı yoxdur. Amma Bayern Münchenin hücumları var idi. Bayern München neçə dəfə Real Madrid müdafiəsini 4-ün 2-yə, 5-in 3-ə, nə bilim, 4-ün 1-ə yaxalamışdı və heç birini reallaşdıra bilməmişdi. Yəni məntiqi sonluqla reallaşdıra bilməmişdi. Problem budur. Yəni Bayern München daha biraz rasional olsaydı, daha belə məntiqli oynasaydı, soyuqqanlı oynasaydı, bəlkə də hesab ən azı 2-4 və yaxud 2-5 olardı. Mən belə görürəm. Bəli, Real Madridin də yetərincə qədər epizodları oldu. Real Madridin zərbələri oldu. Vinicius'un təkbətək epizodu oldu ki, boş qapını vura bilmədi demək olar. Amma orada Neuer möhtəşəm oynadı. Öz cüssəsi ilə saxladı Vinicius'u ki, qoymadı ki, tam onu keçsin. Zərbələr var idi, Neuer'in seyvləri oldu. Amma Bayern daha təhlükəli idi. Belə oyuna baxanda avtomatik hiss edirdin ki, Bayern daha maraqlı oynayır, daha gözəl oynayır və daha təhlükəli epizodlar yaradır. Görək nələr baş verəcək Allianz Arenada. Görək. Yəni mənə görə Real Madrid bu oyunu qaytara bilər. Nəyə görə? Çünki bu Real Madriddir. Yəni Real Madriddə bu var da. Bunu biz dəfələrlə demişik, özüm də iyrənirəm. Yəni Real Madrid belə oyunlarda qayıda bilir. Real Madrid o qədər göstərib ki, son illərdə bunu və Real Madridin təcrübəsi var belə oyunlarda. Və belə bir şey deyim, belə oyunlarda Vinicius ön plana çıxmağı bacarır. Viniciusdan nə qədər zəhləm getsə belə, Viniciusu görməyə gözüm olmasa belə, yəni adamı görmək istəmərəm də, yəni zəhləm gedir o adamdan. Amma adam belə oyunlarda ön plana çıxmağı bacarır. Doğrudan da belə oyunlarda ön plana çıxmağı bacarır və böyük oyunların adamıdır Vinicius. Mbappe də həmçinin, amma indi Mbappe hal-hazırda biraz medianın təzyiqi altındadır. Hamı onun üstünə gəlir. Yəni Mbappeni bir nömrəli günahkar çıxarıblar. Bu normal bir şey deyil. Bu düzgün bir şey deyil. Amma yenə də Real Madridin şansı var. Real Madrid o bir qolu vurmaqla inamını özünə qaytardı və böyük bir şey yoxdur. Yəni 0-2 bitsəydi belə, yəni Real Madrid üçün belə kriminal bir şey olmayacaqdı. Bəli, Allianz Arenada mən gözləyirəm ki, Bayern yenə də sıxacaq Realı. Ola bilər ki, Bayern gəlsin, darmadağın etsin. Bu da ola bilər. Ola bilər ki, Real Madrid nədənsə səhv eləyə bilər. Bu futboldur. Bu demək deyil ki, Real Madrid qalib ruhlu bir komandadırsa, o həmişə qalib gəlməlidir. Yox, burada səhvlər ola bilər. Bu futboldur. Heç nəyə garantiləyə bilmirik bu həyatda. Amma Real Madridin şansı var. Yəni Real Madridi xətləyib silmək də olmaz. Belə ona tam olaraq belə comeback gözləmək də olmaz. Mən ortada qalmışam. Mən düşünürəm ki, həm Real Madrid qayıda bilər və məğlub ola bilər. Burada kiçik detallar çox böyük rol oynayacaq. Kiçik detallar, səhvlər, o vərəqələr, necə ki Kubarsi qırmızı vərəq aldı. Bilmək olmur. Gələcək oyunun 10-cu dəqiqəsində Rüdiger qırmızı vərəq aldı. Ya da misal üçün Upamecano qırmızı vərəq aldı, aləm dəydi bir-birinə. Bunu heç kim garantiləməyib. Bu futboldur, hər şey ola bilər. Amma belə məntiqlə baxırıqsa, Bayern München növbəti mərhələyə keçməlidir. Yəni Bayern München belə oynasa, Santiago'da göstərdiyi oyunu oynasa, mütləq şəkildə keçməlidir. Force major olmasa keçməlidir. Amma Real Madrid o aurasını yığıb, o öz futbolunu oynasa, böyük ehtimalla Real Madrid keçəcək. Çünki
Bayern də hiss eləyir ki, qarşısındakı rəqib, yəni Arsenal deyil də. İndi Arsenal azarkeşlər töküləcək ki, qaqa biz bu il 3-1 utmuşuq. Qardaşım, nə bilim, yəni mən gözümü açandan ancaq Bayernin Arsenal üzərində darmadağınlığını görmüşəm, həmçinin Barcelona üzərində. Ona görə bu mövsüm Arsenal qalib gələndə biraz mənə təəccüblü gəlmişdi. Nəysə, buradan hər bir komandaya uğurlar arzu edirəm. Görək nələr baş verir, görək nələr olacaq. Məncə möhtəşəm oyunlar bizi gözləyir və səbirsizliklə bu oyunların başlamasını gözləyirik. Görək nə olur. Hər iki komanda, həm Barcelona, həm Reala uğurlar arzu edirəm. Nəyə görə Reala uğurlar arzu edirəm? Çünki El Clasico görmək istəyirəm. Mən əslində istəyirəm ki, Real Madrid gəlsin finala, oradan da Barcelona, El Clasico görək. Bunun neçə illərdir həsrətindəyik və bu il şans var. Görək nələr baş verir. Hamınıza uğurlar, öpürəm, bağrıma basıram. Videonu bəyənib şərh yazmağı unutmayın, paylaşmağı unutmayın. Visca Barça!